Bu foto Sabah və Manchester City-nin 13 yaşlardan ibarət komandalar arasında keçirilən oyundan öncə çəkilib. Fotoda yaşıd futbolçuların fiziki göstəriciləri arasındakı fərq diqqət çəkib və sosial mediada böyük marağa səbəb olub. Futbolun inkişafı aşağı yaşlardan başlayır və bəziləri hesab edir ki, bu foto fiziki dözümlülüyə cavabdeh olan məşqçilər üçün xəbərdarlıq olmalıdır. Müasir futbolda fiziki göstəricilər, xüsusən də boy əhəmiyyətlidir. Amma uğur qazanmış bəstəboy futbolçular da az deyil. Maradona, Messi kimi dahiləri misal göstərsək kifayət edər. Özlərindən cüssəcə böyük, ən güclü müdafiəçiləri belə aciz vəziyyətə salan top sehirbazları. Bəlkə fotodakı Yusif Ağayev də gələcəyin ulduzlarından biridir. Bir məqamı da qeyd edək ki, Junior World Cup beynəlxalq futbol turniri çərçivəsində keçirilən oyunda Manchester City-yə məğlub olsalar da futbolçularımız 3 qol vurmağı bacarıblar. Oyun Manchester City-nin 5-3 hesablı qələbəsi ilə bitib. Qollarımızı Elton Məmmədov, Yusif Fəthullayev və fotodakı futbolçu Yusif Ağayev vurub.